Allah Resulü buyurur ki, kıyamet günü tevhidden sonra, yani Allah'ın tekliğinden sonra ilk bəndədən soruşulan şey mənim əhl-i beytimə olan məhəbbət və mərifətdən olacaq. Əfsuslar olsun, görsünüz bugün bir çox hallarda təbliğatlar, mübarizələr aparılır. Peyğəmbər əhl-i beyti haqqında və onların görsüz məclisləri haqqında. Çünki bu məclislərin qeyd olunması da bizim üçün o sevginin bir bariz nümunəsidir. Və bu məclislərdə iştirak etmək də o sevginin bir nümunəsidir. Odur, bugün öhdəmizə düşən vəzifələrdən, hətta hədislərin məzmununa və ayələrə diqqət eləsək, o cümlədən fəqihlərimizin baxışlarına, çıxışlarına diqqət eləsək, Peyğəmbər əhl-i beytinin sevgisi bugünkü gündə bizim üçün bir sıra əməllərlədir. Biz danışmışıq ki, Allah Qur'an-ı Kərimdə o sevgi haqqında, məhəbbət haqqında danışanda əməli sevgidən danışır. Vallahi qiyamət günü Peyğəmbərin huzuruna gedəcək çıxdıqda, biz görürsüz birinin atası, yaxını rəhmətə gedəndə, onun məclisinə vaxt tapıb gedə bilmədikdə və ya səhlənkarlıq etdikdə, onu görəndə xəcalət çəkirsən, utanırsan, bir cür üzrxahlıq edirsən ki, gələ bilmədim, vaxtım olmadı. Amma Peyğəmbər bilir, görür, nə üçün gəlmədin, üzürlü səbəbdən gəlmədin, üzürsüz səbəbdən gəlmədin. İnanın, qiyamət günü bu şeylərə görə xəcalət çəkəcəyik. Vallahi deyirəm, qarşıda İmam Rıza Aleyhissalatu vesselamın mövludu gəlir. Hansı ki, hamımız dua edirik, ilahi və Rəbbi, yollar açılsın, sərhədlər açılsın, gedək Məşədi ziyarət eləyək. Allah da deyir, sənin 100 metr, 10 metr məsafəndə olan məscidin həmən imamın şəhadətinə və mövluduna gəlmirsə, nə yalan danışırsan, məni çağırıb məndən imdad, məndən qapı istəyirsən. Bunlar hamısı bizdən sorğu olunur.